Salam aleykum. Bu artıq təmir elədiyim otağın hazır videosudur. Kimə maraqlı olarsa, burada divar panelinin vurulmasını, sonra dağların vurulmasının qaydasını, necə kəsilməli, necə yapışdırmalı onları göstərmişəm. Avo kağızının vurulması, mən də professional usta deyiləm. Ümumiyyətlə usta deyiləm, mən sahəm tam başqadır, televizyon asılmasının zadını falan hər şeyi göstərmişəm detaylı şəkildə. Kim istəsə, kimə maraqlı olsa girib bu videonun ardında həmin videolara, necə vurulması qaydasına videolarda girib keçid edib baxa bilər. Həmin axır ki bu başı bəlalı divanı bir neçə aydan sonra təmir edib ortaya çıxarda bildik. Videonun ortalarında demişəm. Əvvəlcə biz paneli bura vurmaqda məqsədi o idi ki, əvvəlcə biz televizor bura qoymağı fikirləşmişdik. Sonra gördük ki alınmır. Ona görə keçirdim bura. İnşallah videoda baxanda daha dəqiq görüləcək. Burada görülən işlərin hamısını özüm eləmişəm. Yəni usta eləməyib də, onu demək istəyirəm. Demək, təmiri tam olaraq özüm eləmişəm də, belə deyək. Burada çətin bir şey yoxdur. Bu videonu çəkmədə məqsədim odur ki, bunu ustaya iş gördürə bilməyənlər, imkanı olmayanlar, məhdud imkanı olanlar, ümumiyyətlə özü nəsə bir iş görmək istəyənlər, bu işlə maraqlananlar girib müəyyən məlumatlar əldə eləsinlər. Bu videonun vasitəsilə hər hansısa bir köməklim dəyəsində, yəni insanlara faydalı bir video olsun deyən bunu çəkirəm və əgər sizin də demək köməyinizə çatdısa bu video, bir köməklik göstərə bildimsə sizə, xahiş edirəm kanala dəstək olmaq üçün abunə olmağı, komentari yazmağı, təkliflərinizi, iradlarınızı bildirməyi unutmayın, yaddan çıxartmayın. Nəsə sualınız olsa komentarlar adətən məndə açıq olur. Nəsə sualınız olsa sualınızı ünvanlayıb verə bilərsiniz. İnşallah imkan düşən kimi sualı cavablayacağım. İndi isə getdik lap başa, bu otağın əvvəlki vəziyyətindən daha sonra kimi necə olub onu sizə inşallah videonun davamında göstərəcəm. Dediyim kimi bu video ancaq ev təmirinə maraqlanan insanlar üçün daha maraqlı olacaq. Bu paneldir, PVC panel. Bıçaq gətirir ki, tez ol. Nerede oldu? Все, üstün kası belirdi. Hadi çək. Dekorda belə. Belə bir şey fikirləşməyəm. Şu an qismət olsa. Bu böyle. Vallahi öyle ya, yaxşıdır. Mənim ki etmişdir, məsəl şey görsəm. Yaxşıdır. Belə qərara gəldik ki, forması təxminən belə olsun. Əvvəlcə fikirləşdik ki, panelin birini, daraqların birini bu tərəfə qoyaq. Sonra görəm ki, orada pərdə olacaq. İndi bu elə-belə yalancı pərdədir. Burada pərdə olanda, sonra gəlib yığılanda yaxşı görsənməyəcək. Yəni itəcək onun bir dənəsi. Biz də fikirləşdik ki, deməli, bu panellər, PVC panellər, elə burada necə dayanıbsa, yuxarıda da divarda el olsun. Yəni bu elektrik şitindən təxminən bu tərəfə kimi 4 dənə daraqdır. Bunlar 2 dənədir. Bunlar bu tərəfə fırlanmalıdır. Biraz səhv qoyulub. Təxminən belə bir şey. Lap əvvəlcə bura fikirləşirdim, bu divara. Sadəcə olaraq burada görünməyəcək. Yuxarıdan çıxan kimi bura daha yaxşı görünərdə mən belə fikirləşirəm. Ona görə buranı şey eləmişim. Burada divan olacaq. İnşallah. Hələlik bu qədər. Deməli, bu videoya baxırsınızsa, artıq yığmışam. Onu da qeyd edim ki, heç vaxt bundan yapışdırmamışam. Heç kimdə görməmişəm, qohumda, qardaşda. Yanımda da eləməyiblər. Sadəcə olaraq bu günləri Allahın izni ilə cəhd edəcəm vurmağa. İnşallah yaxşı olar. Əvvəlcə başlayırıq bunları söküb çıxartmağa hamısını. Burada nə qədər şeylər var. Yəni, rozetka, qulçə ateş, şit, zat hamısını çıxardırıq əvvəlcə.
Deməli, bunları kəsmişik. Razmerləri kəsmişik. Qalıb bir dənə yapışdırmaq inşallah. Belə pis görsənmir, yaxşıdır. Evdəki köçür də yəni. Bu kleyna vurulmalıdır. Pur 64.55 ay. Toşka oluruz ha. Belə məncə ya. Bizə qoy da mən bir tərəfə getim, sən üstünə bax. Buranı yaxın üstünə qoy. Altda salmalıqlar düzdür. Bala. Hələ ona olmasın. Cermet qalamışıq. Nə kömək edirsən? Düz vurur da. Bəli. Sən üstünə bax. Burası şolar. Hələ üstünə vurma. Elə mən də ola baxım da üstü görək necə şey. Hələ yaxşı. Bax bir də necə. Məncə yaxşı. Güzel. Bir də altına bağlı gəl. Bu daraqları vurmuşuq həci ilə, həci rafağı ilə. Bura deməli, bunları elə belə qoymuşuq ki, germet quruyan kimi qalsın, düşməsin aşağı. Bu belə. Məliyə ki, pis deyil. Normal da, yəni. Nəzərə alsaq ki, mən usta deyiləm, yaxşıdır. Qalıb bu. Deyil. Allah. Bunu da aralıqda vursan. Hə, efendim. Bunu da o aralıqda vursan. Mən eləyək ki, yaxşı olur. Yaxşı olur inşallah. O zaman toşka. Xətlə nə divarda istəsən. Qaldı düşür. Burası hamısı eyni zaman. Hardasa bir yarımıza gedir. Belə bir yarım. Hal-hazırdakı vəziyyəti belədir. Yəni bunu dediyim kimi qoymuşam ki, düşməsin də. Bir dənə də inşallah ondan bu tərəfdə olacaq, belə burada. Pərdəyə kimi, təxminən bu düz bura kimi gələcək. Rozetkanın yerinə kimi. Sonra isə bu quruyandan sonra da yəqin ki. Çünki belə qalmır, orada taxta deşi vurmuşam, samares şurupla. Ona görə bu vəziyyət belə alındı. Yəni bu
quruyandan sonra onu sökəcəm inşallah. Vuracam bura. Burada da televizor olacaq da yəni. Bu tərəfdə də divan yeridir. Əvvəlcə bura istəmişdim, bayaq dediyim kimi də. Sonra gördüm ki, alınmır. Keçirtdim bura. Deməli, bu hissəni də yapışdırdıq. Şu an. Yüngülvari cüzi fərqlər var. O da ki, daha indi. Yüngül belə. 1 milli. Divarda da əyrilik var idi, ona görə biraz. Yaxşı deyil. Yaxşıdır. Разу, чтобы ты его пользовал. Говорят, не настоящего дела, и женщина там просто плакала. Это не сравнение, не. Все беляки, на самом деле. Это не... Yine diye. Sen 9 manatlıq laminatda yaşadan pis deyil. Стой. Ты должен успокоиться, да. Да, по две минуты. Этот разговор не принесет пользу. Мы же хотим поговорить. Мы не должны так разговаривать. Вы можете поговорить? Да. Да, это хорошо. Да, давайте поговорим. Давно до этого. Извиняюсь. Дурак, вы даже не даете поговорить. Успокойтесь. Окей. Чтобы было справедливо, для начала нам нужно. Что касается... Əvvəlki videolarıma baxanda
İnşallah görünəcək hansı etapdayam. Artıq demək olar aboyu, divar kağızını vurub qurtarmışam. Bir şey qalmayıb. Düzdür, ev tör-töküntüdür bu dəqiqə. Bu dəqiqə təmir gedir. Yəni özüm edirəm. Uşaqlar da kömək edir. Bunları yapışdırmışam. Bundan qabaq videonun əvvəlində görəcəksiniz inşallah bunları necə vurmuşam. Və yaxud da ola bilər ki, bir neçə video olsun. Demək, burada Laçın o, həmin o xalım oğlu Laçın usta belə bir divan qarkası yığıb, mənə bir yerdə yığmışıq, köməkli. Bunun demək olar ki, hər şey hazırdır. Bunu bura niyə gətirmişəm? Əvvəlcə fikirləşdim ki, televizor yeri burada olsun. Sonra gördüm ki, burada yaxşı deyil. Təzədən götürdüm, divanı qoydum ora. Televizorun yerini gətirdim, qoydum bura. Burada təzədən rozetka, включатель yeri açdım. Oradan baxdım, bucaqdan gördüm ki, yaxşı görünmür. Təzədən gətirdim, qoydum bura. Əvvəlki yerinə fikirləşdim, televizoru oradan qoysam. Gördüm, buradan da oturub baxanda yaxşı görünmür. Yenə yeni yer təyin elədim. Ola bilər, biraz buradan yaxşı görünməz otoplerin üstündə. Amma ki, daha variant yoxdur. Yəni, optimal variant kimi budur. Buradan baxmaq, televizora buradan baxmaq digər yerlərdən daha münasibdir, daha əlverişlidir. Buradan baxanda da yorulmayacaq inşallah. Çünki günümüzün inşallah çox hissəsi burada keçəcək. Bu ikinci mərtəbə daha isti olur. Ona görə düşünürük ki, qışda adətən buradan istifadə edək. Ona görə də ən rahat pozisiyanı seçmişik televizora baxmaq üçün, ümumiyyətlə də yəni istirahət eləmək üçün. Aboy da ki, bu formada oldu. İndi vurmuşam. İnşallah bir damcı yeri qalıb, onu da vuracam. Bir dənə burası qalıb. Balaca bir yerdir. Təxminən 60-65 santimetrdir. Hündürlüyü də təxminən 1 metr 30 santimetrdir. Onu da kəsmişəm. Aboyu da kileyləmişəm, qoymuşam qurusun. İnşallah onu da vuracam. Demək olar aboy təmirimiz bitdi. Onu da qeyd edeyim ki, indi məni tanıyanlar bilir, tanımayanlar da xəbərdar olsun ki, mən usta deyiləm. Tamam başqa sahanın adamıyam. Sadəcə olaraq bunları özüm eləmişəm də, yəni. Elə bir ki, heç yanda işləməmişəm. Sadəcə olaraq elə öz evimizdə, qohumda falan kömək eləməklə az çox öyrənmişəm. Mənə elə gəlir ki, super deyil. Orta səviyyədən bəlkə biraz yuxarıdır mənim elədiyim iş. Yəni, professionallardan söhbət getmir də, yəni. Bu qədər. İnşallah hazır video olanda daha yaxşı görünəcək inşallah. İndi hələlik bu qədər. Bunda plonkası soyulmuyub. Ona görə uşaqlar Ömərlə Rəşid bunu yazıb yaman günə qoyulub. Bunun əslində plonkası var. İşlər qutarandan sonra söküləcək.